Abur-cubur kanalıma xoş gəldiniz. Bu videoda, daha doğrusu bu səhifədə fərqli abur-cuburların dadına bir yerdə baxırıq. Daha doğrusu mən baxıram və sizə təəssüratlarımı bölüşürəm. Almağa dəyərmi, yoxsa yox? Və bugün bu videoda ən çox sevdiyim abur-cuburla başlamaq istəyirəm. Bu çubuqlar yəqin bir çoxunuza tanış gəldi. Göstərmək istəyirəm. Baxın, duzlu çubuqlar. Bu çox belə mənim üçün qədimlərə aparan abur-cuburdur. Yəni nə demək istəyirəm? Ta kiçik yaşlarımdan heç bir abur-cuburumuz olmasa belə, fərqli şeylər çox olmasa belə bunlar həmişə var idi. Ən azından mənim üçün. Ona görə mənim bu özəl yeri var bunların. Xüsusən də heç bir ədviyyatı olmayan, heç bir dadlandırıcısı olmayan, sadəcə duz və undan ibarət olanlar. Gəlin indi isə dadına baxaq və xırçıltısına. Yəni o vaxt bunun paçkalarını 20 qəpiyə satırdılar ya da daha ucuza 10 qəpiyə də variantları var idi. Dadı yəqin bir çoxunuza bələddir. Çox dadlıdır mənə görə. Xatirələrlə doludur. Mən bunun Lorenzi olanını almışam. Təqribən 1 evro, hardasa 30 sent belə. Amma təbii ki, daha ucuz versiyası da var idi. Bunun üzərində sadəcə daha az duz olduğuna görə bunu seçdim. Və mənə elə gəlir ki, bu Lorenz olanı daha dadlıdır. Çünki daha ucuz variantı var idi. Sırf Kaufland'ın özününkü. Onun üstü duzluydu. Amma çox duzlu və iri-iri duz dənələri var onun üstündə. Bir də dadı sanki üzərində elə bil ki, bir film var. Necə deyimsə, bir örtük var, bir qəribə örtük var və onun dadı çox güclü hiss olunur. Sanki pozulmasın deyə o örtükü örtüblər, amma sərtliyi də çox daha sərt olur. Yəni xoşa gəlməz deyil, amma bu sırf o uşaqlıqdan bildiyimiz həmin dadlı, həmin dadlı çubuqlardır. İzlədiyiniz üçün təşəkkürlər.